Məşhur alpinist İsrafil Aşıroğlu'nun yeni fəthləri və qarşıdakı ölümcül hədəfi barədə hazırladığımız bu qısa xülasəyə xoş gəlmisiniz. İdman və Biz portalının məlumatlarına əsaslanıb, bugün biz Everest Fatihinin dondurucu Nepal zirvələrində nələr etdiyinə baxacağıq və onun niyə dünyanın ən qorxulu dağlarından birinə yenidən qayıtmaq qərarı verdiyini öyrənəcəyik. Birincisi, Aşurlu hazırda Nepalda yerləşən 6476 metrli Mera Peak zirvəsini fəth edərək mövsümü açıb. Bu Mera Peak gəzintisi əslində yaxınlaşan çox böyük bir tufanın öncəsi hazırlıqdır, çünki əsl hədəf 8091 metrlik o ölümcül Annapurna zirvəsidir. Aşurlu düz 5 il əvvəl sərt hava şəraitinə görə buradan geri çəkilməyə məcbur olmuşdu. Nəhayət, məsələ sadəcə dağın hündürlüyündə yox, həm də onun o mistik tərəfindədir. Yerli əhalinin ruhlar məkanı adlandırdığı, onlarla alpinistin həyatını itirdiyi bu dağ, Aşurlu üçün sadəcə quru bir idman ambisiyası deyil, çünki onun uşaqlıqda oxuduğu lap ilk alpinizm kitabı məhz bu Annapurna haqqında olub. Yəni o, indi bir növ öz keçmişi və daxili arzuları ilə hesablaşmağa gedir. İsrafil Aşurlunun bu sirli və təhlükəli dağla olan o yarımçıq hesablaşmasının necə nəticələnəcəyini isə sadəcə zaman göstərəcək.